Bismillahirrahmanirrahim. Esselamu Aleyküm ve Rahmetullah. Bütün insanlar Allah'a möhtacdırlar və öz istəklərini, öz ehtiyaclarını Allah'tan istəyirlər və istəməlidirlər. Və insanların ehtiyac duyduqları məsələlər də fərqlidir, istəkləri fərqlidir, müxtəlifdir. Və burada bir şeyə diqqət etmək lazımdır ki, insan çalışmalıdır istəyərkən, Allah'a dua edərkən özü üçün xeyirli olanı istəsin. Hətta həmən o nemət özü özlüyündə pak olsa da, gözəl olsa da, amma insan istəyərkən yenə də xeyirlisini istəməlidir. Onun üçün xeyirdirsə, dünya və axirəti üçün xeyirdirsə, Allahın ona nəsib etməsini, o işi ona asanlaşdırmasını istəməlidir. Məsələn, bu övlad ola bilər, iş ola bilər, həyat yoldaşı ola bilər, mal ola bilər, ev, minik və s. Bütün bu nemətləri biz Allah'tan istəyirik və bunları istəyərkən Allah'tan bu nemətlərin bizim üçün, dünya və axirətimiz üçün xeyirlidirsə, Rəbbimiz bizə nəsib et, asanlaşdır deyərək bax bu cür dua etməliyik. Çünki bizim üçün xeyirli və ya şərli olacağını biz bilmirik. Ola bilər ki, sən istəyərsən, Allah da sənə verər, amma sənin üçün xeyirli olmaz. Və sənin üçün nəyin xeyirli olduğunu Allah bilir. Və ona görə ən gözəli odur ki, istəyərkən Allah'a həvalə etmək, xeyirlisini istəmək. Baxın, Əl-Bəqərə surəsi bu 201-ci ayədə Allah Azze və Cəllə buyurur ki, وَمِنْهُمْ مَنْ يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الْآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ. Onlardan, ey Rəbbimiz, bizə həm bu dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi cəhənnəm odunun əzabından qoru deyənlər də vardır. Bax, bu duanı alimlər deyirlər ki, ən gözəl dualardandır, ən üstün dualardandır. Bu dünyada və axirətdə gözəl nemətlər və həmən o nemətin konkret insan adını çəkmir, ümumi deyir və insan üçün, onu Allah'tan istəyən üçün hansının xeyirli olmasını Allah'a həvalə eləyir. Və sən dünyada nemətlər istəyirsən və gözəl nemətlər və bunu Allah'a həvalə edirsən. Və yəni Allah'tan istəyirsən ki, Allah sənə sənin üçün xeyirli olanı nəsib etsin bu dünyada və Allah'a həvalə edirsən. Və nə gözəl. Allah Azze və Cəllə sənin üçün nəyin xeyirli olduğunu bilir və sənə onu verir. Və axirətdə isə ən gözəl nemət cənnətdir. Və bütün möminlərin arzusu budur, cənnəti qazanmaq. Və eyni zamanda cəhənnəmdən qurtulmaq, cəhənnəm əzabından qurtulmaq, qorunmaq. Baxın, bu dünyada insan müxtəlif şeylər istəyir, müxtəlif nemətlər istəyir. Övlad, salih həyat yoldaşı, mal, minik, ev, iş və s. fərqli-fərqlidir. Və onların hansının sənə xeyirli olduğunu bilmirsən, ona görə Allah həvalə edirsən. Və axirətdə isə ən əzəmətli nemət cənnətdir. Və cənnətdə də ən əzəmətli nemət Allahı görməkdir. Və sən axirətdə həmən o gözəl nemətləri Allah'tan istəyirsən. Yəni cənnəti və cənnətin nemətlərini. Və eyni zamanda axirətdə qorunacaq olan, ehtiyat edəcək olan, sənin üçün şərli olan da cəhənnəmdə, ondan da qorunmağı Allah'tan istəyirsən. Bax, bu dua çox əzəmətli bir duadır. Ona görə bax, bu gözəl günlərdə, bu Ramazanın gözəl günlərində, duaların daha yaxşı qəbul olan günlərində, oruçlu vaxtda bu duanı çoxaltmaq lazımdır. Bu duada həqiqətən dünya və axirət xəzinələri var. Allah hər birimizi xeyir işlərə müvəffəq etsin. Allah Azze və Cəllə bizlərə dünyada gözəl nemətlər bəxş etsin. Və eyni zamanda axirətdə də bizi gözəl nemətlərlə mükafatlandırsın və cəhənnəm əzabından qorusun. Allah'a amin.